Salam. Bugün çoxlarımızın bəlkə də can atdığı, amma fərqində olmadan bizi biraz ləngidən bir mövzunu, rahatlığı danışacağıq. Salam, bəli, çox aktual mövzudur. Əlimizdə rahatlıq, inkişafa təhdid edən asılılıq başlıqlı bir mətin var. Əsas sualımız da budur ki, bu daimi komfort axtarışı, yəni rahatlıq arzusu bizi hədəflərimizdən necə yayındırır? Gəlin biraz dərinə gedək. Başlayaq elə bu məşhur rahatlıq zonası anlayışından, yəni nədir bu? Bu, sizin özünüzü tam təhlükəsiz, rahat hiss etdiyiniz bir psixoloji vəziyyətdir. Qorxu, narahatlıq, risk minimumdadır. İlk baxışdan yaxşı səslənir əslində. Əlbəttə, özü-özlüyündə pis bir şey deyil, ancaq problem odur ki, bu təhlükəsizlik hissi zamanla arxayınlığa, hətta durğunluğa gətirib çıxara bilir. Şəxsi böyüməni, belə deyək, dondurur. Mənbədəki müəllifin təcrübəsi çox diqqət çəkicidir. Deyir ki, bir il ərzində demək olar hər qərarında istər səyahət planı olsun, istərsə də, məsələn, yeni matras seçimi əsas meyar rahatlıq olub. Maraqlıdır. Amma sonra fərqinə varıb ki, bu yanaşma əslində onu yorurmuş, aşındırıcı və bir növ asıllıq yaradan bir şeyə çevrilib və Henry Cavell'in o məşhur sözü də yada düşür. Hansı ki deyir? Bəli, deyir, zəif bir insana nizamlı cinsi əlaqə, yaxşı yemək və ucuz əyləncə verin, o ambisiyalarını pəncərədən atacaq. Çox sərt ifadədir, amma düşündürür. Rahatlıq zonasının arzuların öldüyü yer olması. Bunun əslində çox dərin psixoloji səbəbi var. Beynimiz, məsələn, Gentoro da bunu qeyd edir, xoşbəxtliyə yox, ilk növbədə sağ qalmağa proqramlanıb. Yəni, təhlükəsizlik hər şeydən önəmlidir onun üçün. Aha. Tamamilə. Dəyişikliyin o qeyri-müəyyənliyi yerinə sabitliyi proqnozlaşdırıla bilənliyi seçir. Və biz rahatlıq verən bir şeylə məşğul olanda, məsələn, sevimli serialımızı təkrar izləyəndə və ya çətin bir işdən qaçanda beyin dopamin fraz edir, həzz hormonu. Bu da xoş hisslər yaradır. Bəli, və bu bir mükafat dövrəsi yaradır. Həmin davranışı təkrarlamağa sövq edir. Beləcə fərqində olmadan bir asılılıq formalaşır. Daim asan yolu seçdikcə asanlıqla bağlı neyron yolları güclənir, amma dözümlülük ambisiya ilə bağlı olanlar zəifləyir. Deməli, bu sadəcə iradə məsələsi deyil, daha çox bioximiyavi bir prosesdir hətta. Bu, mənbədəki müəllifin niyə özünü aşınmış hiss etdiyini də izah edir. Və bu məqamda Gabor Mate, Bessel van de Kolk kimi mütəxəssislərin fikirləri də yada düşür. Onlar da deyir axı, əsl böyümə çox vaxt narahatlıqdan gəlir. Yəni, bizi qorxudan şeylərlə, amma təhlükəsiz bir mühitdə üzləşməliyik. Yəni, komfort zonamızdan bir addım kənara çıxmaq. Bəli, az da olsa. Əgər keçmiş təcrübələr, travmalar bizi daim təhlükəsizliyə, o rahatlığa yönəldirsə, bu əslində daha dərin bir məsələnin göstəricisi ola bilər. Amma nəticə eynidir. Bu qoruyucu mexanizm bizi inkişafdan saxlayır. Mate də oxşar fikirdədir ki, qısa müddətli rahatlıq üçün uzun müddətli inkişafı qurban veririk. Müasir dövrdə isə bu deyəsən daha da kəskinləşib. Ani məmnuniyyət hər yerdədir. Serialların bütün mövsümlərini bir oturuşda izləmək, sosial media axını, bunlar çox asandır. Həqiqətən, çox asandır. Və bu asanlıq bizi passivləşdirir. Daha çox səy tələb edən, bəlkə biraz narahatlıq yaradan fəaliyyətlərdən, kitab oxumaq, idman etmək, yeni bir dil öyrənmək kimi şeylərdən uzaqlaşdırır. Nəticədə, mənbədə də deyildiyi kimi, bütün ilimi boş yerə keçirdim kimi hisslər yaranır. Bəli. Və o hiss dəhşətlidir. Mənbədə bir fikir də var idi, deyir ən qorxulu yer, keçən il olduğun yerlə eyni yerdə olmaqdır. Bu, passivliyin, bu rahatlıq asılılığının isə konkret bədəlləri var. Nələrdir onlar əsasən? Baxın, mənbə bir neçəsini vurğuluyur. Birincisi, şəxsi inkişaf dayanır. Çünki böyümək üçün çətinlik lazımdır, narahatlıq lazımdır. İkincisi, dəyişən şərtlərə uyğunlaşmaq çətinləşir. Dünya dəyişir, amma sən rahatlıq zonanda qalırsan. Hətta sosial təcrid də ola bilər yəqin ki. Məsələn, yeni insanlarla tanış olmaq narahatdır deyə qaçırıq. Əlbəttə, rahatlıq mənalı əlaqələrdən daha vacib görünə bilir. Və ən əsası, bəlkə də ən təhlükəlisi, ambisiyaların aşınması. O, Henry Cavell'in dediyi kimi, arzular ölür. Qısa müddətli həzlər, uzun müddətli hədəfləri üstələyir. Deməli, ümumiləşdirsək, əsas nəticə budur. Rahatlıq axtarmaq təbii bir şeydir, amma bu axtarışın bizi potensialımızdan məhrum edən bir
zərərli dövrəyə çevrildiyini anlamaq çox vacibdir. Məhz belə. Hansı anlarda sırf asan olduğu üçün müəyyən yolları seçdiyimizi fərq etməliyik və şuurlu şəkildə bəzən özümüzü biraz narahat hiss edəcəyimiz çətinlikləri axtarmalıyıq ki, o arxayınlıqdan çıxa bilək. Məqsəd əziyyət çəkmək deyil yəqin ki. Qətiyyən, sadəcə durğunluğa düşməmək. Düşünün, hansı sahələrdə sırf rahatdır deyə eyni şeyləri edirsiniz. Bəlkə çox kiçik bir dəyişiklik etmək olar. Yeni bir hobbiyə başlamaq, işə fərqli yolla getmək ya da uzun müddətlə çəkindiyiniz o söhbəti etmək. Kiçik addımlar belə fərq yarada bilər. Mətnin son fikri də bunu təsdiqləyir. Həqiqi böyümə rahatlıq zonamızdan kənarda baş verir. Bu rahatlıq zəncirlərindən qurtulmaq sadəcə bir seçim deyil, daha canlı, məqsədyönlü bir həyata doğru atılmalı, vacib bir addımdır. Bütün bunlar sizə nə deyir? Bəs siz, dinləyicimiz, bugün öz rahatlıq çərçivənizdən kənara çıxmaq üçün heç olmasa kiçik bir addım nə edə bilərsiniz? Bəlkə də cavab bayaq adlarını çəkdiyimiz Mate və Van der Kolk'un işlərində toxunulan, amma bugün tam dərinləşmədiyimiz o sağalma, travma ilə bağlı daha dərin bir məsələdə gizlidir. Bu barədə düşünməyə dəyər məncə.